xeyir, xoş gördük sizləri. Mən Nalə Axundova. Bugün sizlərlə 2024 DİM nəşrlərindən birinci qruplar üçün olan 20 sınaq kitabının 17-ci sınaq imtahanının suallarının izahlarını paylaşıram. İmtahan yaxınlaşdıqca ümidvaram ki, hər biriniz daha çox çalışırsınız, daha çox vaxtınızı testlərə, sınaqlara sərf edirsiniz. Çünki 20-30 il sonraki sənin dönüb bugünkü sənə təşəkkür etməsi üçün hazırda çalışman lazımdır. Çünki əks halda onu orada yalnız buraxmış olarsan. Buna görə daha dərin düşünüb, bu qısa bir müddəti dəyərləndirib çoxlu müxtəlif mənbələrdən testlər işləyərək imtahana tam hazır olmanız şərtdir. Hər birinizə uğurlar arzulayıram. Gedək suallarımıza. Çalışma 1. 5 rəqəmli bu ədəd 30-a böldükdə qalıqda 4 alınır. Anın ala biləcəyi qiymətlərin cəmini tapın. Onda belə çıxır ki, 4 qalırsa, 4'ü çıxdıqda bu ədəddən 4'ü çıxdıqda alınan ədəd 30'a tam bölünür. 30'a hansı ədədlər bölünür? 3'ə və 10'a bölünən ədəd. Düzdür? Eyni zamanda 3'ə və 10'a. Onda belə çıxır ki, həmin burada B-nin yerində 4'ünü çıxdıqda alınan ədəd bu ədədlə bitir ki, 0-la bitir ki, 10'a bölünsün. Və rəqəmlər cəmi də 3'ə bölünməlidir. 3'ə bölünməsi üçün toplasam bu üçünü etdi mi 19. 19'dan böyük 3'ə bölünən ədəd 21'dir deyə. 2 çatmır, 5 çatmır, 3'ü artırıram və 8 çatmır. Məndən də rəqəmlər cəmi soruşulur. 2 plus 5 plus 8 cavabımız 15'dir. B variantı. Çalışma 2. Verilmiş tənliyi həll etmək üçün gəlin sol tərəfdəki bu kökü qüvvətlə əvəz eləyək. Bilirik ki, burada bir 2'miz var. 2 dəfə 3'ün 6. Onu da yazaram. 2 üstü 6'da 1. 4. 2'nin kvadratıdır. 1'də üstü x minus 1. 2 üstü 2x çıx 2. İndi 6'da 1'i bərabər etsəm. 2x çıx 2'yə 2x'imiz 6'da topladıqda 13'dür. X də bərabərdir 12'də 13. Cavabımız A variantı. Çalışma 3. Verilmiş ifadənin birinci sürət və məxrəcli gəlin vuruqlarını ayıraq. Hasili -8, cəmi -2 olan ədədlər. Çıxılsın 4, üzərinə gəl 2. Hasili -3, cəmi 2 -2 olan ədədlər. X çıxılsın 3, x üzərinə gəl 1. Eyni qaydada hasili -6, cəmi -1 olan ədədlər. X çıxılsın 3, x üzərinə gəl 2. Hasili 8, cəmi -6 olan ədədlər. X çıxılsın 4, x çıxılsın 2. Çıx 4'lər ixtisar gedir, üstə gəl 2, çıx 3, geriyə qalır, x üstə gəl 1, böl, x çıx 2. A variantı. Çalışma 4. Verilmiş ifadəni sadələşdirin. Düzdür, biz 1 çıx i üstü 4'ü binomla da aça bilərik. Amma bunu 1 çıxılsın i kvadratının kvadratı, digərində 1 üstə gəl i kvadratının kvadratı kimi yazsam, a kvadratı üstə gəl b kvadratı müxtəsər vurma düsturunu tətbiq edərəm. A plus b-nin kvadratı çıx 2ab. Bunu da yazaram. 1 çıx i-nin kvadratı üzərinə gəl 1 üstə gəl i-nin kvadratının kvadratı çıxılsın. O ikisinin hasilinin ikimizdir. 1 çıx i kvadratı vur, 1 üstə gəl i kvadratı. Gəlin açaq bunu. 1 çıx 2, üzərinə gəl i kvadratı. 1 üstə gəl 2, üzərinə gəl i kvadratın mötərizənin kənar kvadrat çıx. 2 vur. Bunu da ümumi bu cür eyni mötərizənin içində kvadrat kimi yaza bilərik. 1 çıx i vur. 1 üstə gəl i. Bu bərabərdir. Baxaq, birinci mötərizədə 2 ilər getsin. Geriyə qaldı. Bu 1 ilə bu 1'i topladım. 2 plus 2 kvadratının kvadratı çıx. 2 vur. Bu mötərizəni də kvadratlar fərqi kimi yığdım. Kvadratının kvadratı. Bəs i kvadratı -1'dir deyə mötərizənin içi 2 çıx 2'nin kvadratı edirmi? Çıx 2 vurulsun. 1 çıx -1 üstə gəl 1 olacaq kvadratı. Bu da bərabərdir. -2 vur 4. Cavabımız -8'dir. C variantı. Çalışma 5.
ABCDF düzgün altıbucaqlısında AB 6-dır. BG 400 onda GC'yə 2 qalır. YG uzunluğunu araşdıraq. Baxın, əgər tərəf 6-dırsa, Y ilə C-ni birləşdirdikdə kiçik diagonal, burada bir 90 dərəcəmiz olacaq. Niyəsə? Baxın, düzgün altıbucaqlıdır. Bu 120-dir. 30, 30'dur. Onda 120'den 30'un çıxanda bura 90 qalırmı? Bilək ki, o nağda həmişə düzbucaqlı, üçbucaqdır. Bəs düzgün altıbucaqlının kiçik diagonalı tərəflə kökdə 3 misli deyilmi? Böyük diagonalı 2A'dır. Gəlin bir onun düsturlarını da təkrarlayaq. Düzgün altıbucaqlının xarici çəkimi çevirən radiosu tərəfinə, daxili çəkimi çevirən radiosu kökdə 3/2. Böyük yer böyük diagonalın yarısıdır. Kiçik yer kiçik diagonalın yarısıdır. Böyük diagonalı tərəfinin 2 mislidir. Kiçik diagonalı tərəfinin kökdə 3 mislidir. Perimetri 6A'dır. Sahəsi 3A kvadratı kök altında 3 böl 2'dir. Və yaxud da yadınızdan çıxıbsa 6'nı vurursunuz, bərabər tərəfli 3 bucağın sahəsi A kvadratı kökdə 3 böl 4'ə. İndi diqqət yetirin, baxın belə bir 3 bucaq növünə görə düz bucaqlı 3 bucaqdır. Həmin o YG-ni adi Pifagordan tapırıq. Kök altında demək, bura 6 kökdə 3'dür onda. 6 kökdə 3'ün kvadratı üzərinə gəl 2'nin kvadratı. Yəni 108 üzərinə gəl 4. Oldu mu kökdə 112? 112'ni də yazsam 16 vur 7. Cavabımız 4 kökdə 7'dir. C variantı. Çalışma 6. ABC üçbucağında D'yi AB'ye paraleldir. Artıq paralellik varsa birinci ağlımıza gələn oxşarlıq. AB'ni 20, DG'ni 12 verib, YC 18'dir. Bizə BY parçasının uzunluğu lazımdır. BC'nin hamısı olsun. X üzərinə gəl 18. Üçbucaq ABC oxşardır. Üçbucaq DY C'yə. Yəni DG'nin AB'yə nisbəti bərabərdir YC'nin BC'yə olan nisbəti. 12'nin 20'ye bərabər 18'in X üzərinə gəl 18'e olan nisbəti. Sağ sol 6'yı ixtisar apararam ki, daha rahat ixtisar sadələşdirim. 2 ilə də 20'ni 10. X üzərinə gəl 18 çarpaz vursam 30'dur. X'imiz də olacaq 30'dan 18'in çıxıram 12. Bizdən də elə B-yə soruşulur. Cavabımız Y variantı. Çalışma 7. Vermiş tənliyin kökləri x1 və x2'dir. 3x1 çıx 2x2'də 7 olarsa m-i tapın. Baxın, gəlin birinci V teoreminə görə köklərin cəmi ilə hasilini müəyyən edək. Cəm əks işarə ilə götürmüş ikinci əddin birinci əddin əmsalına. Nisbəti hasil sərbəst əddin birinci əddin əmsalına olan nisbətinə bərabərdir. 3x1 çıx 2x2 bərabər 7'dir. Birincini 2'yə vuraram. 2x1 plus 2x2 bərabər 3. Bu ikisini tərəf-tərəfə toplasam 5x1 10'dursa x1 2'dir. x1'in yerinə 2 yazsam 2 üstə gəl x2 2'də 3'dürsə x2 mənfi 2'də 1'dir. Gətirəm bu tənlikdə yerinə yazıram. Demək mənfi 2'də 1 vur 2 m çıxılsın 1 böl 2'dirsə mənfi 1 m minus 1 böl 2'dirsə m çıxılsın 1 mənfi 2'dir. M də bərabərdir mənfi 1'dir. Y variantı. Çalışma 8. Vermiş ifadəni sadələşdirmək üçün gəlin bir çevirmə düsturlarını tətbiq edək. Sinus 264'ü yaza bilərəmmi? 180 dərəcə plus 84 dərəcə vur. Tangens 73'ü saxlayıram. Bölünsün sinus 84 dərəcə. Tangens 253'ü 180 dərəcə üzərinə gəl. 73 dərəcə. 180'də ad qalır. Amma 3-cü rübdü deyə işarə dəyişiləcək. Mənfi sinus 84 dərəcə vur. Tangens 73 dərəcə böl sinus 84'ü olduğu kimi saxlayıram. Tangens 180 plus 73'də ad qalır, işarə də qalır. Çünki 3-cü rübün bucağında tangens 3-cü rübdə müsbətdir. Tangens 73 dərəcə. Tangens 73'lər, sinus 84'lər ixtisar gedir, geriyə qalır mənfi 1. B variantı. Çalışma 9. Vermiş bərabərsizliyi ödəyən tam ədədlərin cəmini tapın. Gəlin birinci analiz edək. Modul x çıxılsın bir müsbətdir, amma bir dənə məxrəc 1'i ala bilməz. Kəsrin sürətinin işarəsi bərabərsizliyin işarəsi ilə eynidir. X kvadrat çıxılsın 16 kiçikdir 0'dan. Modul x kiçikdir
X kvadratı 16-dan kiçiksə modul x kiçikdir 4-dən hər iki tərəfdən kök alırıq. Bu da 2 qat bərabərsizlik kimi 4-dən kiçikdir, -4-dən böyükdür. -4 ilə 4-ün intervalında bir dənə 1 almayacaqdır. Baxın, aralığımız budur. Yəni, -4-dən 1-ə birləşir 1-dən 4-ə qədər. Buradakı tam əllərin cəmi -4-dən 4-ə qədər hamısı gedir 1 dənə, -1-dən başqa. Çünki geriyə qalan hər birinin orada əksi var, amma -1-in yoxdur. Ona görə cavabımız D variantı. Və yaxud da ki, elə barmaq hesabı gedə bilərsiniz. Tamlar -3, -2, -1, 0, 2, 3, 3-lər gedir, -2-lər gedir, geriyə qalır -1. Çalışma 10. Verilmiş bu nöqtələrə görə AB plus AC vektorunun uzunluğunu tapın. Gəlin, birinci AB-nin komponentlərini tapaq. Sondan başlanğıcın uyğun koordinatını çıxırıq. Yəni, axırda hansı hərf gəlibsə, o vektorun, o nöqtənin koordinatından öncəkinin uyğun koordinatına çıxmaq lazımdır. Yəni, -2 çıx 1, x olacaq -3, 3 çıx 4, y olacaq -1. AC-nin komponentlərini tapaq. C-nin koordinatından A-nın koordinatını çıxıram. 5 çıxılsın 1, 4, -1 çıx 4, -5. AB üzərinə gəl AC vektorunun komponenti. -3 ilə 4-ü toplayıram 1, -1 ilə -5-i toplayıram -6. AB üzərinə gəl AC-nin uzunluğu deyəndə uyğun koordinatların kvadratları cəmi. Cavabımız 1 + 36, yəni kök altında 37-dir. D variantı. Çalışma 11. 8 kosinus kvadratı 2x dx integralını tapın. Gəlin, birinci dərəcənin aşağı salma düsturunu tətbiq eləyək. 1 + kosinus 4x böl 2 dx. 2 ilə də 8 getsin, qalsın 1. 4 plus 4 kosinus 4x dx-imiz. 4-ün ibtidai funksiyası 4x-dir. Kosinus 4x-in integralı sinus 4x böl 4 plus c-dir. Yəni, 4x üzərinə gəl. Sinus 4x üzərinə gəl c. Cavabımız B variantı. Çalışma 12. Verilmiş limiti hesablayın. Ən sadə limitlərdən biri. Baxın, x sonsuzluğa yaxınlaşdıqda əsas 0-1 arasındadır. Qüvvət sonsuz böyüksə, ədəd 0-a gedəcəkdir. Cavabımız 0. C variantı. Əsas 0 ilə 1 arasında olduqda, qüvvət kəskin böyütdükdə o ədəd 0-a yaxınlaşır. Belə bir limitlərin cavabı 0-dır. Çalışma 13. Ədədi hissədə S12 çıxılsın, S8 50-dirsə, S20-ni araşdıraq. Gəlin, S12-dən S8-ini çıxaq. Hansı ədlər qalar? 8-dən sonra gələnlər A9, A10, A11 və A12 bərabərdə 50. Cüt-cüt qruplaşdırsam, təkləri 1, cütləri 1. A9 ilə A11-in yerinə indeksləri cəminin yarısı 2A10 yaza bilərəmmi? Baxın, ədədi həndəsiz hissədə birinci ağlınıza gələn indekslər üzərində oynamaq olsun. Onları yəni toplayın, sayına bölün, bölünürsə, o cür həddə çevirin. Yəni, 9-dan 11-in cəminin yarısı 10 deyil. Neçə dənə həddim var? 2 dənə. 2A10 plus A10-dan A12-in cəminə. 2A11 yaza bilərəmmi? 10-dan 12-in cəminin yarısı 50-dir. Onda A10 üzərinə gəl. A11-imiz hamısını 2-yə bölürəm, 25-dir. Bəs S20-ni necə yazaram? A1 plus A20 böl 2 vur 20 deyilmi? İndi indekslərə diqqət yetirin. 10 ilə 11-in cəmi 21-dir. 1 ilə 20-in cəmi də 21 deyilmi? Belə bir xassəs var. Ayın üstə gəl AM. O zaman AK üstə gəl AL olar ki, N ilə M-in cəmi K ilə L-in cəminə bərabər olsun. Onu gətirirəm sürəti ilə A10, üzərinə gəl A11. 2 ilə də 20-ni ixtisar aparıram, vur 10. Cavabımız 25 vur 10, yəni 250-dir. B variantı. Çalışma 14. Ən sadə tapşırıqlardan biri. Verilən DF, FY, DY şərtə görə orta xətt deyilmi? Üçbucağın orta xəttinin
xətlərinin bu üç bucaqdan ayırdığı hər bir üç bucağın sahəsi ümumi sahənin 4-dən 1-inə bərabərdir. Baxın, perimetri, ümumi perimetrin yarısı, amma sahələri ümumi perimetrin 4-dən 1-inə bərabərdir. Bizdən DEF ortadakının elə sahəsi soruşulur. SDEF-in sahəsi 32-nin 4-dən 1-idir. Cavabımız 8-dir. B variantı. Çalışma 15. X üzərinə gəl Z 70-dir. Bu X-i normal yazaq. Alfa üzərinə gəl Y 150-dir. Və verilmiş çoxbucaqlı kökük 4 bucaqlıdır. Bunun xaricdə qalan bu. Alfa bucağı X üzərinə gəl, Y üzərinə gəl, elə Z-ə bərabərdir. Daxildəki 3-ün cəmi alfaya bərabərdir. Gəlin belə eləyək. Demək, birincini mənfiyə vuraq, tərəf-tərəfə toplayaq. Baxaq, sonuncunu mu vuraq? Gəlin sonuncunu vuraq, mənfiyə tərəf-tərəfə toplayaq. Sonuncunu mənfiyə vursam, bu mənfidir, bu mənfidir, bu mənfidir, bu da mənfidir. İndi toplayaq. X-lər getsin, Y-lər getsin, Z-lər getsin. Geriyə nə qaldı? Demək, alfa bərabərdir. 220 çıx alfadır. 2 alfa bərabərdir. 220-dir. Alfa da bərabərdir. 110-dur. Alfa 110-sa burada yerinə yazaram. 110 üstə gəl. Alfa 150-dirsə, Y də bərabərdir. 40-dır. Və yaxud da ki, bu cür edərdim. Bunu mənfiyə vurardım ki, alfalar qalsın. Baxın, birincini mənfiyə vurardım ki, Y-lər qalsın. Tərəf-tərəfə toplayıb birbaşa oradan da tapmaq olardı. Amma buradan da çox uzun getmir. Çalışma 16. Verilmiş funksiyanın qrafikinə x bərabər -1 nöqtəsində çəkilmiş toxunanın tənliyini müəyyən edir. Toxunanın tənliyi bilirik ki, Y bərabərdir fx0 plus f'(x0) vurulsun, x çıxılsın x0 düsturudur. Yəni araşdırmalıyıq. f-1'i, f'-1'i, y bərabər f-1 plus f'-1 vurulsun x-1. Yəni plus 1-də yerinə yazmalıyıq. Birinci x-in yerinə baxın, burada -1 yazıram. -1 üzərinə gəldik ki, plus 1, bu 2-dir. Törənməsini tapıram. 3x kvadrat çıx 2. Yerinə -1 yazıram. Elə 3 çıx 2, bu da 1. Gətirib sonda, düsturda yerinə yazsam, 2 üstə gəl 1 vur x üstə gəl 1. Cavabımız x üstə gəl 3'dür. Y variantı. Çalışma 17. Oturacağının diametri 16'dır. Doğranı olan belə bir konusdur. Bizdən həcmi soruşulur. Adlandırıram. Adı B-dir, C-dir. Oturacağının diametri əgər 16-dırsa, radiusu yarısı 8-dir. Hündürlüyünü yendirsəm, doğranın 10 verib. İşləyirəm belə bir üçbucaq üzərində. Pifagora görə h-ı araşdırıram. H, kökdə 10'un kvadratı çıx, 8'in kvadratı. Bu da etdim 36, yəni 6. Onda V, 3'də 1 pi r kvadratı vur h, yəni 3'də 1 pi vurulsun, 64 vur 6, cevabımız 128 pi'dir. A variantı. Çalışma 18. ABCD trapesiyasında AC tənböləndir, yəni alfa alfadır və birinci ağlınıza gələn daxili çarpazlıqdan DC A bucağının da alfa olmasıdır. Bu bizə nəyi göstərir? Növünə görə üçbucaq ADC bərabər yanlı üçbucaqdır. Yəni AD elə DC-yə bərabərdir, 8'dir. Onda belə çıxır, CB də 8'dir. Bəs bucaq A 2 alfadırsa, bucaq B də 2 alfa deyilmi? Çünki növünə görə bərabər yanlı üçbucaqdır. Ver baxı bizə, AC CB-yə perpendikulardır. Yəni növünə görə bu üçbucağın özü də düzbucaqlı üçbucaq deyilmi? İki bucaqlarının cəmi 90 dərəcə. Yəni 3 alfa 90'dırsa, alfa 30'dur. Bu bucaq 30'dursa, bu bucaq 60'dır. Bizdən də soruşulan, baxın, belə bir üçbucaqda 60'ın qarşısı AC soruşulur. 30 dərəcəli bucaq qarşısındakı kat 8'dirsə, AC onun kökdə 3 misli,
8 kök altında 3'dür. D variantı. Çalışma 19. Akif və Seymurun bugünkü yaşları cəmi 60'dır. Akif plus Seymurun yaşları 60'dır. Akif 7 il əvvəl anadan olsaydı, yəni daha böyük olardı. Seymur 2 il sonra anadan olsaydı, daha kiçik olardı. Bəs indi yaşları cəmdir. O 2 il sonra da olsaydı, bugünkü yaşlarının cəmi neçə olardı? A üstə gəl S-in yerinə 60 yazsam, 7 ilə də mənfi 2, 5. Cavabımız 65 olardı. D variantı. Çalışma 20. Verilmiş belə bir bərabərliyə görə C-ni necə araşdıraq? Baxın, bu ikisini bərabərləşdirsəm, 1 böl AB bərabərdə 2 böl B getsə, sağlı sollu B'ləri ixtisar aparsam, sizcə C 2A deyilmi? Sonra bu ikisini bərabərləşdirərəm. 2 bölünsün BC, 3 bölünsün AC etsə, onda sağlı sollu yenə C'lər getsə, 3B 2 adsa, B-ni araşdırsam, B də bərabərdir 3-də 2A. Gətirib bu ifadədə yerinə yazsam. A üstə gəl, 2A üzərinə gəl, 3-də 2A bərabər 198. 3-ə ortaq məxrəcə gətirsəm, bunu 3-ə, bunu da 3-ə vuranda 3, 6, 9, ikisi də burada 11A 198-dirsə, sağlı sollu da ixtisar apararam. Baxın, 11 ilə 198-i ixtisar aparsam, qaldı mı 18? Çarpazla vursam, A da bərabərdir 54. Bizdən də C soruşulur. C 2A'dır. C bərabər 2 vurulsun 54. Cavabımız 108'dir. C variantı. Çalışma 21. Verilmiş tənliyi həll etmək üçün birinci bu qaydanı yadımıza salaq. A üstü loqaritma B əsasdan C. O C üstü loqaritma B əsasdan A'dır. O ikisinin yerinə dəyişdikdə eyni bir ədəddir. 5 vur 3 üstü loqaritma x əsasdan 4'ü saxlayıram. Baxın, bu 3 ilə 4'ün yerini dəyişirəm. Niyə məhz 3? Çünki 54'ün içində bir 3'ün vuruğu var. 4'ün vuruğu yoxdur. Bu baxımdan o ikisinin yerini dəyişirəm. Loqaritma x əsasdan 4 bərabərdir 54. Baxın, görün, bu ikisini topladıqda oldu mu 6 vur 3 üstü loqaritma x əsasdan 4 54'dürsə, sağlı sollu 6'ya da bölsəm 3 üstü loqaritma x əsasdan 4'ümüz 9'dur ki 9'u yazsam 3'ün kvadratı, onda loqaritma x əsasdan 4'ümüz 2'dir. X kvadratı 4'dürsə modul x 2'dir. Mən ama x'in yalnız x'in götürəcəm. Nəyə görə? Mənfi x'in götürmürəm. Çünki əsas mənfi ola bilməz. Cavabımız A variantı. Çalışma 22. 3 üstə x üstə gəl 2 36'dırsa verilmiş cəmi hesablayaq. 3 üstə x üstə gəl 2'ni yazaram. 3 üstə x vur 3'ün kvadratı 36'dırsa 36'nı bu 9'a bölsəm 4 değil mi? Və gətirəm burada 3 üstə x'in yerinə 4 yazıram. Yəni kök altında 3-cü dərəcədən 2 vur 3 üstə x'in yerinə 4 yazıram plus 27'ni 3 üstə x'in kubu yazsam, kökdə 3-cü dərəcədən 4'ü 2'ye vurdum 8 2'nin kubu, 3 üstü x'in yerinə 4 yazsam 4'ün kubu. Birinci kökdən 2 çıxır, ikinci 64 edir ki ondan da 8 çıxır, 2 üstə gəl 8, cevabımız 10'dur. A variantı. Çalışma 23. B, C, F, Y düzbucaqlı şəklində meyilli torpaq sahəsidir. Bu sahə qazılaraq ABY-də düzbucaqlı şəklində düz bir sahəyə gətirilməlidir. AB 20'dir, AC 15'dir, BY 30'dur. Bu işi görmək üçün neçə kubmetr torpaq götürülməlidir? Biz araşdırmalıyıq. Belə bir üçbucaqlı prizmanın həcmini V bərabər S oturacaq vur H, S oturacaq ştrixlədiyim bu düzbucaqlıdır. Sahəsi katetləri hasilinin yarısı vur hündürlüyü də 30'dur. Bu bərabərdir. 2 ilə ixtisar aparsam 10, cavabımız 4500 kubmetr torpaq götürülməlidir. Çalışma 24. Kosinus x plus kökdə 3 sinus x bərabər bir tənliyinin ən kiçik müsbət kökünü araşdıraq. Bunun üçün gəlin hər birini
kökdə a kvadrat plus b kvadratdan bölək. O hansı a kvadrat plus b kvadratdır? Baxın. A sinus alfa plus b kosinus alfa bərabər c tənliyini həll etmək üçün hər birini kökdə a kvadrat plus b kvadratdan bölmək lazımdır. Bunu da bölürəm kökdə a kvadrat plus b kvadratdan. Məqsəd sol tərəfi ya buna, ya baxın buna gətirməkdir. Ya sinus alfa plus minus b-dir, ya kosinus alfa plus minus b-dir. A 1-dir, b kökdə 3-dür, düzdür? Əmsalları. Kökdə a kvadrat plus b kvadratımız kökdə 1 plus 3, 2-dir. Yəni bunu da bölürəm 2-yə, bunu da bölürəm 2-yə, bunu da bölürəm 2-yə. Mən solu sinus alfa plus b-yə gətirəcəm. Əgər bu kosinus funksiyasıdırsa, mən 2-də 1-i sinus pi bölü 6 yazıram. 30 dərəcədə alır. Kosinus x, bu sinusdursa onu saxlayıram. Kökdə 3 bölü 2-nin yerinə kosinus pi bölünsün 6 bərabərdir 1. Onda sol sinus pi bölü 6 plus x-in düsturudur. Pi bölü 6 bərabər 2-də 1 yazmadım. Bərabərdə pi bölü 6 plus x bərabər 2-də 1 alır. Mənfi 1 üstü k. Pi bölünsün 6 plus pi k. Onda x də bərabərdir. Demək, mənfi 1 üstü k. Hesablama gedəcək deyə ilə dərəcə çevirəm 30 dərəcə. Bu pi bölü 6-nı da sağ tərəfə keçirirəm. Çıx 30 dərəcə plus 180 k. Məndən ən kiçik müsbət kökü soruşulur. Bunun üçün k-ya qiymət verib x-i araşdıracağım. K-ya 0 versəm, neçə eləyir? Demək, 30 dərəcə çıxılsın, 30 dərəcə 0. Məndən müsbəti soruşulur. K-ya 1 verirəm. Mənfi 30 dərəcə, baxın, k-nın yerinə həm burada yazıram, həm burada. Mənfi 30 dərəcə çıx, 30 dərəcə üzərinə gəl, 180 dərəcə. Bu da bərabərdir 120 dərəcə. Cavabımız ən kiçik müsbət kökü 120 dərəcədir. Çalışma 25. ABC düzbucaqlı üçbucağında B bucağı 90 dərəcə, AYB 30 dərəcədirsə, YC verilib 6-dır, AY verilib 10-dur, AC'yə bu boz üçbucağın sahasını araşdıraq. Əvvəlcə baxaq, bu sarı üçbucaqda 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Yəni AB onun yarısı 5-dir. Verilmiş A, C, Y üçbucağı növünə görə körbucaqlıdır. Sahası C'ye vur, AB böl 2'dir. Bu da bərabər 6 vur 5 böl 2. Cavabımız 15'dir. Çalışma 26. A və B çoxluqları üçün bizə verilib. Bu ikisi olsun. A və B çoxluğu biri A'dır, biri B'dir. NA 2NB'ye bərabərdir. Yəni NB'nin x götürsəm, NA 2x olacaq. Açıq B'nin 10 elementi var. Bu isə 10'dur. Çünki bilirik ki, bu isə açıq B'dir. B çıxılsın A'dır. A kəsişmə B'dir. Ümumi A birləşmə B'dir. A ilə B-nin kəsişməsinin A çoxluqlarının sayı 16'dır. Çoxluğun A çoxluqlarının sayı 2 üstü N'də 16'dırsa ki bu 16'da 2 üstü 4'dür. N'imiz 4'dür. Yəni A ilə B-nin kəsişməsinin elementlərinin sayı 4'dür. Onda belə çıxır ki, A çoxluğunun elementlərinin sayı 14'dür. Bizdən də B çoxluğunun elementlərinin sayı lazımdır. N A verilib bərabər 2N B'dirsə, N-A'nın 10'dan 4, 14 elementi vardı mı? 14, 2N B'dirsə, onda NB də bərabərdir. 14'ü bölürəm 2'yə, 7'dir. Bunun 7, bunun 14 elementi var. Onda B çıxılsın A'ya, qalır 7 çıxılsın 4, 3 elementi var. Bizdən də A ilə B-nin elementlərinin birləşməsinin elementlərinin sayı soruşulur 10. Üzərinə gəl 4, üzərinə gəl 3. Yəni 17 element var. Çünki NA birləşmə B, NA çıxılsın B, üzərinə gəl NA kəsişmə B, üzərinə gəl NB çıxılsın A-ya bərabərdir. Cavabımız 17'dir. Çalışma 27. Verilmiş funksiyalar üçün aşağıdakı variantları uyğunlaşdıraq. Artan funksiyadır. Artan funksiya y bərabər kx plus b'dir. Çünki kvadratik funksiya ilə modul funksiyasının həm artma,
həm azalma araqları var. Biri paraboladır. Bir də belə bir qrafikdə onların həm artma, həm azalma araqları var. Amma 2x çıxılsın 6 funksiyasının qrafiki belə bir düz xəttdir və artan funksiyadır. Yəni, o artan funksiya 2-yə aiddir. Cüt funksiyadır. Burada, baxaq, cüt funksiya vardı mı? Ki, cüt funksiya yoxdur heç, B heç birinə aid deyil. Çünki cüt funksiyanın qrafiki orijinal toxuna nəzərən simmetrikdir. Hətta bunların qrafiklərini də bircə dəqiqə burada çəkək ki, y bərabərdir. Buradan tam kvadratı ayıracağım. X üstə gəl 2-nin kvadratı çıx 4-dür ki, onun qrafiki x-in -2-si, y-in -4-ündən qollar yuxarıya doğru olan belə bir qrafikdir. Sonra bu birincidir. İkincinin qrafiki y bərabər 2x çıxılsın 6 funksiyasının qrafiki belə bir funksiyadır. Burada -6, buradan 3-dən keçir. X-in yerinə 0 yazıb y-i, y-in yerinə 0 yazıb x-i tapırıq. Və üçüncü, y-x yazaq. Və üçüncü, y bərabərdir modul x üstə gəl 1 çıx 3-ün qrafiki x-in -1-i, çünki təpə nöqtəsi -1, -3-dədir. Bu arada bunun təpə nöqtəsi -2, -4-dədir. Demək, x-in -1-i, y-in -3-ündən qollar yuxarıya doğrudur. Belə bir əyridir. Belə bir əyridir. Daha doğrusu sınıq xəttdir. Bizdən də soruşur. Ay dedik ki, hansına aid oldu? Artan olan 2 aid idi. Cüt funksiya söhbəti yoxdur burada. Bunu atıram. Sonra sonsuzluq -2 aralığında azalandı. 1-ə aiddir. Bu aralığda azalır. 1-ə C aiddir. Böhran nöqtəsi yoxdur. O da 2 aiddir. Çünki böhran nöqtəsi nədir? Törəmənin 0-a bərabər olduğu və ya mövcud olmadığı. İkincinin törəməsi 2 eləyir 0-a bərabər deyil. D. Bura aiddir. Və qiymətlər çoxluğu -3 müsbət sonsuzluqdur. O modul funksiyası olan y-dir. 1C, 2AD, 3Y-dir. Çalışma 28. Bir qrupda 7 şagirddən ikisi dostdurlar. Bu 7 şagird sıraya düzüldükdə dostların yanaşı dayanması hadisəsinin ehtimalını tapın. Baxın, o 7 dostun ikisi öz arasında 2 faktorial üsulla yer dəyişə bilər. Geriyə neçəsi qaldı? 5-i, düzdür. O ikisini birləşdiririk, eləyirik elə bir şagird. Geriyə o 5 şagird və bu birləşdirdiyimiz biri. Oldu mu 6? Vur 6 faktorial. Bölünsün neçə nəfərdilər? 7 faktorial. Deməli, əlverişli halımız 2 faktorial vur 6 faktorialdır. Mümkün hallarımız 7 faktorialdır. Bu ikisini ixtisar apardıqda 7, 2 faktorial elə 2-dir. Cavabımız 7-də 2-dir. Bu tipli çalışmalara aid kanalımda yetərincə tapşırıqlar var. Yan-yana durma məsələsi başlığı altında çox maraqlı tapşırıqlar var. Sizə önərim, məsləhətim o tapşırıqlara, o video dərslərə baxmaqdır. Əminəm ki, oradan çox şey öyrənəcəksiniz. Yenə ən sadə tapşırıqlardan biri. A parametrin hansı ən kiçik qiymətində verilmiş tənliklər sisteminin həlli yoxdur? 5-in A üstə gəl 6-ya, A-nın -1-ə bərabər -2-nin -5 olan nisbəti. Baxın, buradan yoxdur deyəndə həlli yoxdur. Bundan fərqli olmalıdır. Çarpaz vursaq, onda olur A kvadratı üstə gəl 6A bərabərdir -5. Yəni, A kvadratı üstə gəl 6A, üstə gəl 5 bərabər 0-a. Vuruqlarını ayırsam, A üstə gəl 5, A üstə gəl 1 bərabər 0-dırsa, ya A ədədimiz -5-dir, ya A ədədimiz -1-dir. Bizdən soruşur, hansı ən kiçik qiymətində? Cavabımız -5-dir. Çalışma 30. A nöqtəsindən xaricdən toxunan O1 və O2 mərkəzi çevrələrin D ortaq toxunanı çəkilibdir. BAC bucağının 90 dərəcə olduğunu ispat edin. Yəni, BAC-ni birləşdirdikdə bu üçbucağın növünə görə düzbucaqlı üçbucaq olduğunu göstərək. Baxın, çevrə xaricindəki nöqtədən bilirik ki, çevrəyə 2 bərabər toxunan çəkmək mümkündür. Gəlin, bu A nöqtəsini də belə birləşdirək, tam orta nöqtə ilə. Bilirik ki, həmin bu nöqtədən, M nöqtədən, niyə məhz bilirik ki, bu orta olar?
Çünki çevrə xaricindən, bax belə gətirib buna birləşdirsək, çevrə xaricindəki nöqtədən çevrəyə 2 toxunan çəkmək mümkündür. Bilirik ki, hətta bunu da deyim, 2 çevrə xaricdən toxunursa, onun 3 ortaq toxunanı var. İkisi budur, biri də tam ortadandır. Və bu x-dir, bu x-dir, bu alaca da x-dir. Eyni qaydada x-dir, x-dir, x-dir. Bu 6 da bir-birinə bərabərdir. Hətta onu burada, baxın bu hissədə göstərim. Bu toxunandırsa, 3-cü toxunanını çəkirəm. Bunu biraz qısaldım. Baxın, bu və bu. Üçü də bir-birinə bərabərdir. Hətta o BC bərabərdir. 2 kök altında böyük yer var, kiçik yer düsturu ilə hesablanır ki, bura bir M yazsam, həmin o BM, MC və MA üçü də kökdə böyük yer var, kiçik yerə bərabərdir. Qayıdaq isbatımıza. Baxın, gətirirəm M nöqtəsindən belə bir toxunan çəkirəm. Bura olsun bir K. BK və AK bir-birinə bərabər deyilmi? Çevrə xaricindən 2 toxunan çəkmişəm. İkisi də bir-birinə bərabərdir. Bəs eyni zamanda AK ilə də KC bir-birinə bərabər deyilmi? Üçü də bir-birinə bərabər olacaq. Gətirəm, birləşdirirəm. A ilə, C ilə bunu da gətirdim, birləşdirdim. Onda belə çıxır ki, bura x-dir, bura x-dir, bura x-dirsə, növünə görə, bircə dəqiqə, rəngləyək. Növünə görə bu sarı üçbucaq bərabər yanlı üçbucaq deyilmi? Oturacağı kiçik bucaqları bir-birinə bərabər olacaq. Növünə görə yaşıl üçbucaq da bərabər yanlıdır. Və hətta siz onları sözlə yazırsınız. Misal üçün üçbucaq BAK bərabər yanlıdır. Bərabər yanlı. Bucaq ABK bərabərdir. Bucaq KAB, bu da bərabərdir alfa. Üçbucaq AKC də bərabər yanlıdır. Bərabər yanlı. Çünki bura betadsa, burada betadır. Bu ikisi bir-birinə bərabər olduğundan bucaq KAC bərabərdir. Bucaq KC-aya. Bu ikisi də betadır. Və üçbucaq ABC-də daxili bucaqların cəmini 180 dərəcəyə bərabər eləyirəm. 2 alfa plus 2 beta 180 dərəcədirsə, alfa beta cəmi 90 dərəcə deyilmi? Bizdən də bucaq BAC soruşulur. O da elə alfa plus betadır. Cavabımız 90 dərəcə. Bu da bizim isbatımız. Və bununla da 2024 Dim nəşrlərindən 1-ci qruplar üçün 20 sınaq kitabının 17-ci sınaq imtahanının suallarının izahlarını yekunlaşdırdıq. Həlik bu qədər. Gələn videolarda görüşərik. Sağ olun.